Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb, məlumatda deyilir. Ötən gün saat 20 radələrində Nərimanov stansiyasında sərnişin stansiya yoluna düşüb. Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım briqadası əraziyə çağırılıb. Hadisə ilə bağlı intervaldan yubanmalar yaranıb. Bakı Metropolitenindən qeyd olundu ki, ilkin məlumata görə 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Təəssüf hissi ilə bildirir ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə qatarın altına düşərək ölən şəxs 1968-ci il təvəllüdlü Qulu Rəhimoğlu Məmmədovdur. Şahidlərin bildirdiyinə görə həmin şəxs özünü qatarın altına atıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır. Bakıda isə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Ötən gün saat 07 radələrində 1994-cü il təvəllüdlü Səlim Əliyev idarə etdiyi Mercedes-Benz 700 markalı avtomobillə Böyükşor yolunda qadını vurub. Ağır xəsarət almış 1958-ci il təvəllüdlü Afaq Fikrət qızı Rəsulova Sabunçu Tibb Mərkəzində həyatını itirib. Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət işi açılıb, istintaq aparılır.